Elə, bugünkü qonağımız Mercedes 204 gövdə idi, 204 kuza idi. Avtomobil 1.8 turbo benzin mühərrikdir və Amerikanka modeldir. C250 gedir bunlar. Bunlar 274 mühərrikdir və bu avtomobillərin ən çox xroniki problemlərdən biri deməli bir yanacağın yağa qarışması, bir də sep bonus problemləri. İndi bu avtomobilin bizim yanımıza yaxınlaşma səbəbi nədir? Deməli bilməm düşür yoxsa yox. Avtomobil sahibi də arxa kadrdadır. Avtomobildən 7 litr yağ çıxartmışıq. Deməli, bu avtomobildə yanacaq yağa qarışırdı. Avtomobil sahibinə də göstərdik, özünə də sübut elədik. Avtomobildə problem termostatdan idi. Bu termostatı da dəyişdik. Sürən zaman, uzaq məsafə sürdüyünüz zaman, yol sürdüyünüz zaman temperatur normalda 90-dan düşür 0-a. Yerində işlətdiyi zaman temperatur qalxır yuxarı. Termostatda problem olanda termostat açıq qalır və yanacaq yağa qarışır. Belə olduğu halda isə başlayır normaldan artıq buradan yağ çıxmağa. Bu avtomobildə gedir 5 litr 800 qram yağ filtrdən bir yerdə. Cəmi 5 litr 800 qram yağ gedir. Deməli, avtomobilin yağını dəyişdik, mütləq ki, dəyişilməli idi. Daha sonra isə avtomobilin termostatını dəyişdik, ən yaxşısı ilə əvəz elədik. Daha sonra isə antifrizini dəyişdik qardaş, antifrizini də dəyişdik. Orijinal sveçaları əvəz elədik, sveçalar hamısı bərbad vəziyyətdə idi, özünə də göstərdik qardaşı, qaz buraxmışdı. Və farsunqalar da yüksək təcili farsunqalar da stend elədik ki, tam mühərrik sistemi aradan qalxsın və çıxdı test sürüşündə elədik, avtomobilin maşallah olsun çəkimi ideal vəziyyətdə və buradan sözüm onadır ki, avtomobilə belə baxmaq lazımdır ki, avtomobildə kiçik bir problem olan zaman, sıxıntı olan zaman usta yanına getmək lazımdır ki, sonradan daha böyük fəsadlar törətməsin. Təşəkkürlər, izləmədə qalın.